Ey sevreyem bir sen yarım meleğim ezgeri yok. Sevrem bir sen yarım meleğim ezgeri yok. Sen de insaf ele var mele naz eyleme çok. Sen memekli sen memeklik nere mahkum sen kimizi ba güzelim. Hüsnü ahlakı güzel seyfeti şirin mezel ayda dayda dayda. Beslerim daimaya kuşundan hamımdan seni. Basarım bağrıma şov bile nazik bedenim. Beslerim daimaya kuşundan hamımdan seni. Basarım bağrıma şov bile nazik bedenim. Merhemane yeter
Mərhəmanə yetər sadə gülüb oynaşarım Sadə Sadə bir pak məhəbbətlə cahanda yaşarım Ya qəbul eylə və ya rədd cavab et gedirəm Vahidəm bəlkə də yarım sənə layiq deyiləm Ayəm, ayəm, aman, aman, aman Güzel yarım gel gel aman Aman, aman, aman Güzel yarım gel gel aman Bizim çox hörmətli xanəndəmiz, Akademik Opera Balet Teatrının solisti, gözəl pedaqoq Milli Konservatoriyamızda muğam, belə deyək, muğamın sirlərini bugünkü gənc nəslə sevə-sevə öyrədən bizim sevimli xanəndəmiz Vüqar Əliyev. Xoş gəldin Vüqar. Buyur, əyləş əzizim. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük. Hə, Vüqar, orada əyləş ki, burada doktor bilirsən də, o öyrəşib. Mən o çay içdiyim, stakana öyrəşdiyim kimi. Əslində öyrəşmək çox çətin bir şeydir. Bax, mənim evdə, əslində pis bir şeydir. Mənim evdə oğlum eyni yastıqda yatır. Məsələn, onun yastığı çirklənib, qan salır ki, mənim yastığımı niyə yumursunuz? Gərək elə vaxtı yuvalar ki, o yastığının üzünü. Bir də baxsın, kirlənib də əməlli başlı. Çirklənib, qan yatmır səhərə qədər ki, qoy qurusun o yastıqda yatacaq. Uşaqlıqdan əslində belə bir alışqanlığı var. Hə, indi Seyfəddin doktor da ora öyrəşibdir. Nəsə, xoş gördük sizi, hörmətli tamaşaçılarımız. Bizə uzaqdan, yaxan, baxan bütün izləyicilərimizi salamlayırıq sabahları. Günləri xeyrə calansın. Və nəhayət ki, gəldi, darıxmışdım onun üçün. Darıxmışdım o insan üçün. Həqiqətən darıxmışdım, ha. O qədər üzüm gözüm öyrəşib, özü də hara gedirsə, mənim yanıma əli boş gəlmir, adamsın Allah var. Hər dəfə məni sevindirir. O adam balaların yaddan çıxartmır, onun hədiyyəsini alıb. Mənim də öz balalarından seçmir. Mənim də hədiyyəmi alıb, dün qəşəng mənə ağ köynəyi alıb, inşallah geyinəcəm efirə sabahları. Dünya Çin Təbabəti Konfederasiyasının üzvü, UNESCO, UNESCO, beynəlxalq təşkilatlarının üzvü, ən əsası, əziz tamaşaçılar, bunları başa düşdük. Ən əsası insanlara öz doğması kimi baxan, onun yanına gələn pasientlərə, öz doğması kimi baxan, öz doğması kimi yanaşan və doğrudan narahat olan, günün 24 saatında telefonu əlində olan xəstələrdən ötərə, telefonu əlində olan xəstələrin hər halına acıyan bizim çox dəyərli həkimimiz Seyfəddin doktor yanımızdadır. Doktor, gəlin. Gerək Türkiyədən pişmaniyə zaddalardın, çay içərdik. Necəsən, nə var, nə yox? Gələn dəfə, gələn efirimizdə Bişkekdən, Qırğızstandan gətirdiyim şirniyyatdan gətirəcəm mütləq. Xoş görmüşük, gözəl. Bu da Vüqardır. Bir tamaşaçılarla salamlaş, bir çay süzüm. Xoş gördük, dəyərli izləyicilərimiz. Samir bəy demişkən, mən darıxmışam sizin üçün. Mən təbii ki, başlanıcı, dəyərli aktyorumuz, sevimli aparıcımız Samir Tamsəmi, Doktor və Samir dramından girişlə başladı. İndi yazır onu film alacaq. İnşallah qismət olsa biz də görəcəyik. Yəni, anadan gəlmək bir andaca yetişdirir, hazırlayır. İstedadlı kişinin oğlu deməkdir. Çox sağ olun. Və çox maraqlı səfərlərim oldu sizdən sonra. Danışacağım. Görürəm TikTokda, Instagramda. Bişkek şəhərində keçilən konqresdə iştirak elədim. Sonra gəldik İzmirdə, Türkiyədə elə dünən gecə düşmüşəm. Maraqlı günlər oldu, maraqlı hadisələr bölüşəcəyik. Ən əsası odur ki, sizdən ötəri darıxmışdım. Dəyərli Ramiz müəllim başda olmaqla Dünya TV-nin bütün kollektivini salamlayıram. Xüsusilə də efirin gözü olan Tamsəmi proqramının kollektivini salamlayıram. Və dəyərli izləyicilərimiz sizə can sağlığı, bol ruzu,
və xoşbəxtlik arzuluyuram. Nə yaxşı ki varsınız, nə yaxşı ki varımsınız. Samir bəy, uğurlar diləyirəm. Bugünkü efirdə inanıram ki, maraqlı olacaq. Çox sağ ol, əzizim. Sağ ol, sağ ol. Vüqar geçən konfeti al bunun üçün. Sən... Necəsiz, nə var, nə Vüqar yox? bəyin səsidir konfet. Bal deyil Şokolad, səsi. bal. Sən sözü niyə gənə ilişdirirsən, əldən qoyursan? Necəsiz, nə var, nə yox? Elə o səs bəs idi də, qulaq astı, o gözəlliyə. Bal deyil səsi, bal. Həyatdır, yaşadır. Neçən, Cəlilabadın, bilmirəm, iqliminəndir, torpağındandır, suyundandır, havasından isti yerdir də. Oradan gələn səslərin hamısı şirin səsdir. Bax, fərqli-fərqli səslər. Heç kimin səsinə bənzəməyən səslər. İndi elə Cəlilabaddan, məsələn, bir Vüqardır. Çox xanəndələrimiz. Çox deyəndə ki, Sabir Mirzəyevdir, Allah rəhmət eləsin, sənsən, xanəndə kimi də, xanəndə kimi. Bir də Teymur Mustafayev idi də, da kim var, çoxdur deyəndə. O biriləri indi oxuyanlardır da, xanəndələr deyil. Var, Yusuf müəllim var, Əfratu müəllim var, Ağadadaş müəllim var. Bunlar müğənnilərdir. Şəfa, yaman tünd eləmişsən mənim çayımı. Canın yanmasın, bunun biraz rəngini açarıq. Hə, efir şərif. Mən dediyinə şərikəm, ay Samir bəy. Teymur əmdəki Seyfəddin doktoru. Mənim dostum idi Teymur əmi, Allah məni rəhmət eləsin. Azərbaycanın nəhəng sənətkarlarından biri idi Teymur əmi. Teymur əminin İranda olan konsertləri, mənim yaşımdan əvvəl olsa da, o xatirələri görəndə adam sevinirsən ki, sənin millətinin, ölkənin belə bir böyük sənətkarı olub. Təbrizdə konsert verməyə icazə verməyiblər. İsfahanda olub desən konserti. Bütün küçələr, meydanlar dolmuş ki, Teymur Mustafayev gəl, o gözəl səsi eşidəcəyik. Teymur əmi rəhmətlik, görürsən o yaşda da səs eyni, idman eyni, sağlamlıq eyni. Jim dururdu. Jimin dayanırdı, deyirdim, birdən bir şey, 55, 65, deyirdim birdən bir şey ola, canlı efirdə, ay Teymur əmi qurban, dayan, ay kişi, dayan. Dayanmaq yox idi. Çox yaxşı idi, çox. Elə Sumqayıtda Ramiz müəllimdən getdi bir yerdə, Teymur əmi ilə oturduq. Mən bilən siz də oradaydınız, elə dördümüz. Bir axırıncı yemək, onu deyirəm ki, bir pomidor yedi, bir xiyar. bir dənə də hündüşka budun üstündən, bir dənə budun üstündə balaca bir şey. Bir şey götürdü. Yəni, çox fərqli adam idi. Hər şey fərqli idi, hər şey dostluqda xüsuli etibarı idi. Həqiqətən də Seyfəddin müəllim çox böyük sənətkar idi, həqiqətən. Bu qədər operada çalışıb da Teymur Mustafayev. Yox. Bəs o Nəzakət Məmmədova ilə Leyli Məcnun oynayıblar. Yox, valla mən Yaşından Yox. Nəzakət Məmmədova ilə Baba Salahoğlu oynayıb. Baba Salahoğlu, Qazaxlı. Salahoğlu deyil. Baba Mahmudoğlu. Mahmudoğlu. Bilirəm ki, Salahoğlu deyil, Mahmudoğlu. Hə, Baba Mahmudoğlu. O belin ağrıyır, belin Bunlar ağrıyır. ASTV-də. Teymur müəllimin çox gözəl lent yazıları var. Duetlər olub Nəzakət xanımla. Bəli. Ay qız, ay qız, çox ay gözəl. qız. Onu deyəcəkdim, ASTV-də onların bir dueti olub. Bəli. O vaxtda ASTV çox nadir, yeganə kanal idi və ora çıxmaq da hər adama çox çətin idi. Çox mümkün olmayan bir şey idi. Allah hər ikisinə rəhmət eləsin. Amin. Mən elə oradan gəlirəm ki, Samir bəy, bax Cəlilabadda mən hara gedirəmsə, Sula, Ukrayna, Rusiya, nə bilim, keçmiş yeri, hara gedirsənsə, harada torpaq varsa, orada o torpağı idarə edən Cəlilabaddır. Bunu mən deyirəm sənə, gördüyümü deyirəm. Elə İlqar da dostumuz. Şeydə, Volqaqradda. İlqar Əsədov, indi Pusat Voronev fırlayır, Pusat fırlayır, bütün keçir, hər yeri fırlayır. Əkir. Əkir, yox, tək əkin deyil. Zəhmət. Hər şeydə ən yaxşı hüquqşünasdır, ən yaxşı vəkildir, ən yaxşı əmlakçıdır, ən yaxşı əkincidir. Və məni Allah da Rusiyanın ortasında qarpız əkibsə... 10 hektar sənə qarpız əmişəm, ay doktor, gəl. Satamırıq, axır mən də tandımdan getdim ki, zəhmət batmasın. Gedəndə deyir, satmıyor. Mən niyə dedin, deyir, sən gətirməyə xətrinə deyir. Rusiyada qarpız satmamaq olar. Doktor, nə yaxşı yetişdirib? Deyirlər orada yetişmir. Niyə? Qarpız orada olurdu, nə qədər yetişmir? Rusiyada. Qarpızın vətəni Astarxandır, Volqograddır və nə deyim, 1000 hektarlarla boş torpaqdır, gedib alıb. İnsanlarımız çox, dediyim kimi də nə? Hələ gələndə bir Cəlilabad dedi ki, pulum var, bölüm mənim dostumla aranızda mənim pulumu da keçirin. Aeroportdan keçməyin. Dedim, başdır, çünki Cəlilabad mənim sevdim. Bax, hər gedəndə
Yolum düşür, görürəm ki, şəhərdə inkişaf, rayonda inkişaf. Cəlilabadda bu arada sağ hansı kəndindən Vüqar? Əli Qasımın kəndində. Əli Qasımlı. O Yeri rayona gəlmişsə, yaxın kənddir də. İcazə versin buradan mən elmə olma, Buyur, Cəlilabadımıza icazə versən deyəndə gözəl rayonumuzun çox gözəl bizə ziyalılar, çox gözəl mütəxəssislər var. Salamlarımı yol edirəm Cəlilabad rayonuna və öz kəndim Əli Qasımın kəndinə. Neçə yaşına qədər orada Mən olmuşsan? fəxr edirəm ki, həqiqətən də mən Cənubluyam, Cəlilabadlıyam. Neçə yaşına qədər orada olmuşsan? Mən 6-cı sinifdən gəlmişəm Bakışəhərinə, Bülbül adına orta ixtisas musiqi məktəbinə. O vaxt istedad axtarırdı. 500 uşağın içində. 6-cı sinifdən burada qalmışsan. Bəli, bəli. Anadan ayrı, atadan ayrı. O vaxt belə rayonlardan, kəndlərdən uşaqları yığırlar. Bilirəm, o ulu öndərimizin təşəbbüsü ilə olan bir şey. Məsələn, indi məsələn o yarışmalar var da televiziyalarda. O dövrlərdə yarışmalar yox idi. O vaxt bir dənə Samir müəllim yekun konsertlər olurdu. Respublika sarayında olurdu. Bir dənə yekun konsert olurdu. Rayonlardan istedadlı uşaqları yığırlar. 500 min uşağın içindən 7 uşaq seçildik. Aha, bir də sən. Bir də mən oldum, Bülbül adına məktəbə qəbul oldum. Hansı rayonda? İndi kim var onlar üzdə o uşaqlar, o 7 nəfər? Bəli, bəli. Kimlərdir? Demək, Respublikanın xalq artisti Agün Bayramova. Aygün Bayramova, bəli. o Ağdamdan, sən Cəlilabaddan. Demək, Füzulidən Elsəvər Hüseynov çox gözəl səsi var, çox da gözəl oxuyur. Onu tanımadım. Bəli, bəli, çox gözəl oxuyur, çox gözəl. Sonra? Cəlilabaddan mən idim, Vüqar Əliyev və mənim bir dostum var idi, Əli Ağayev, o dünyasını dəyişib. Bir də Sonra hansı rayondan? sonra indiki Şabran rayonundan Aydın Həsənov. Ağdamdan, demək, Agün Bayramovu dedim, Ağdamdan bir də var idi, Mübariz İsmailov. 7 uşaq idi, 8 uşaq. Çox Sonra şeydən, Ağsudan Gülbəniz Rızayeva. Gülbəniz indi oxumur, rayondadır. Sonra İmişlidən Nəzər Bəylərov. Demək ki, onlardan bir Aygün Bayramov vardı, bir də sənsən, sənətdə olanlar. Çoxsuz bilsən nə edirlər, qayıdırlar öz rayonlarına. Bizə toyla gününü keçir. Toyla da deməzdim, eləsi var toyla, Samir müəllim, eləsi var pedaqoji fəaliyyətlə. Samir müəllim, bilirsən, bax, bu sənət çox çətin sənətdir. Bunda gərək dözəsən. Dözdün, qazanırsan da. Yəni, bu muğamat elə bir şeydir, gərək bunu axıra kimi davam etdirəsən. Sən də dözəsən. Bəli, bəli, bəli. Reklamlarımızın vaxtıdır, əziz tamaşaçılar. Amma bir şey deyim, artıq Seyfəddin doktor buradadır. Telefon nömrəsini görürsünüz. Orxan efirdədirsə, bugün bilirəm, çoxlu tamaşaçılarımız olacaq. Onlarla danışacağıq, güləcəyik, şikayətlərini deyəcəklər bizə, xəstəliklərlə bağlı. Mütləq dinləmək istəyirəm. Seyfəddin doktorla da əlaqə saxlamaq istəyənlər aşağıdakı telefonlarla əlaqə saxlasınlar. Ünvanı da Xətai rayonunda Həzə Aslanov metro stansiyasının çıxışında. Ən yaxşı transportdur. Hardan gəlirsinizsə gəlin. Minisiz metroya dınq, bir də çıxdı Həzə Aslanov metrosunda. Ən rahatdır, taksi yox, marşrut gedib basa-basla, o sıxa-saxla getməyə ehtiyac yoxdur. Yəni rayondan, şəhərdən gələn insanlarımıza əlverişli bir yerdədir. Ayrılaq reklamlara, reklamlardan sonra davam edəcəyik. Vüqarın o ecazkar səsini dinləyə-dinləyə Seyfəddin doktorun da çox faydalı, təbii üsullarla məsləhətlərini eşitdirəcəm sizə. Davam edirik, əziz tamaşaçılarımız. Belə, xanəndəmiz Vüqar Əliyev buradadır. Bizim Milli Konservatoriyanın müəllimi, Akademik Opera Balet Teatrının solisti, çox gözəl insan ən əsası və dünyaca məşhur bizim təbibimiz, loğmanımız Seyfəddin Əsəd Türkiyədən gəlib. Durdun, doktor, Türkiyə nəyə getmişdin? İstirahət deyildi hər halda. Ondan qabaqda Bişkekdə idin də. Bişkekdə idi. Samir bəy, Bişkekdə... Qırğızstanda da, hə? Hə, Qırğızstanda mən ilk dəfə olurdum. Mənə çox maraqlı idi. Nə gözəl qarşıladılar sizi, ay doktor. Hə, Allah hamd olsun, özüm də hələ şokduyam ki, mən həyatımda ilk dəfə belə Onu bilirdilər siz gələcəksiniz, o cür qarşılanma var idi. Yox, hər bir adama oranı Türkiyənin TİKA təşkilatı var, Türk İş Adamları Dərnəyi, onlar maliyyələşdirmişdilər. Çox yüksək səviyyədə maliyyələşdirmişdilər və qonaqlar da fərdi seçilmişdi. Mən məsələn çox heyran oldum ki, Türk dünyasında Özbəkistandan 31 yaşında elmlər doktoru, 36 yaşında professor, nə qədər gənclər elm sahəsində böyük müvəffəqiyyətlə inkişaf edirlər. Bütün bu Türkiyənin də
lap indi deyim, onu da deyim, yeri gəlmişən. Türkiyə böyük bir maya qur Qırğızstanın inkişafı üçün. Qırğızstan, mən məəttəl qaldım ki, nə yaxşı belə, elə bizdən də, Türkiyədən sonra ikinci böyük, ora diqqət yetirən Azərbaycandır. Azərbaycan Prezidenti İlham Əliyevin fərmanından, sərəncamından göstərir. Orada bir Azərbaycan, Qırğızstan investisiya sənaye fondu yaradılıb. Orada bizim elə bil ora fond qoymuşuq və orada çətinliyi olan adamlara kömək edirik. Təşkilat mı tikir, xəstəxana mı tikir, məktəb mi tikir, inkişafa. Və sonra qaytarırlar kreditimizi qaytarmağına. Ancaq mən fikirləşdim ki, bunun səbəbi nədir? Qırğızstan böyük İpək yolunun ortasında oturur. Düz ortasında. Çinlə sərhəddədir. Dünyanın ilk 3 bazarının, ən böyük bazarından biri Qırğızstandadır. Mən fikirləşirəm ki... Nə bazarı? Ümumiyyətlə? Deyəcəm ki, Qırğızstanda neft yox, qaz yox. Heç sudan başqa heç nə yox. Ölkə aqrardır, kənd təsərrüfatı ölkəsidir. Ərazisi Azərbaycan, Ermənistan, Gürcistan üçünün bir yerdə götürülən ərazisindən böyük. Cəmi 5-10% əkinə yararlıdır. Qalan dağ, bulaq, çeşmə, nə bilim nə. Onun mineral suları çox olar. Çoxdur, ancaq ondan ölkəmi saxlamaq olar. Ahali dolanır və nə ilə dolanır? Dediyim kimi, böyük bir bazardır, 150 min elə bil ki, satış nöqtəsi olan bir bazardır Çin sərhədində. Və dövlət də gömrüyü salıb. Bütün gördüyüm özbəklərdən soruşuram, Qazaxlardan soruşuram. Sizin də sərhədiniz var da Qazaxıstanda, niyə ki özünüz? Dedilər ki, biz buradan o gömrüyün Birləşmiş Ərəb Əmirliyi kimdə, Dubay kimi. Ondan yararlanırlar, bazarlar işte, hamı gəlir oradan, götürür, kargo ilə aparır, satır. Ahalidə 7 milyon təqribən ahali var. Bircə dənə mən orada... Qırğızstanda mən, onun ahalinin böyük bir hissəsi bir şeydədir. Mən bizi məhdəl qalırdım ki, su var, qapısında torpağı var. Heç kimin qapısında, burada Bakıda bir görürsən, 15-ci etajda bir yer düzəldib, acaba torpaq içində bir pomidor şitələr. Məsələn deyirəm də, məcazi mənada. Orada heç kim əkmir. Heç kim əkmir. Dedim, bu nədir? Dedilər ki, orada nəsə bir tayfad dedilər. Dedilər, bunlar əkmirlər. Yeməyə də bəzən gətirdirlər. Ancaq hər yerdə... Evdə yemək də pişirmirlər. Yox, bəzi şeylər demək, pişirirlər. Yəni, əksər o qədər maraqlı deyirlər də, əkin piçinə, o işə. Ancaq sevindiyim nə idi? Mən Qazaxstanda, Özbəkistanda gördüyüm burada da gördüm. Ukraynada gördüyüm burada da gördüm. Ən çox sevgiləri bizədir, and olsun Allah. Azərbaycanlılara böyük bir sevgi var. Təbii ki, bizim o dediyim kimi, sən təsəvvür elə bil ki, Qırğızstanın sosial təminat bizdə nə bilim nə gedir, ən böyük kim gedir? O zəng gelib ki, doktor, bağışda mənim axşam 8-ə qədər işdən imkan eləmişəm, bir nəfər göndərim. Gəldi, sən gəzdirsin, apar gəzdirir, mən də eləmirəm, sürücüdür. Apar gəzdirkə, yaxşı farı il falan, deyirəm, heç nə yemirəm, yox, mən 2 dəfə yeyirəm, 18 dəfə yeyirəm, deyirəm, sürücüdən buna çox... Söhbət eləyir, məhtəl qalmışam ki, ilahi, dedim, çox hazırlıqlı, çox maşallah dedim. Türk dilində? Hə, yox, Rus dilində danışılır. Deyirəm, sən, nətər sən bu qədər hazırlıqlı sürücü bilinə, deyir, nə sürücü? Deyir, mən sosial təminat komitənəlim, orada nə gedir də, nazir getmir. Onun deyir, maddi təchizat idarəsinin rəisiyəm. Rəisiyəm, vay vay. Deyirəm, Allah sənin işin mən diləsin. Sadəliyə baxın. Deyirəm, indi gedən kimi efirdən deyəcəkdim, gör, bunların sürücüsü nə qədər hazırlıqlıdır. Sonra, yəni, adamlar bizə bir sevgi var, dövlətimizə bir sevgi var. O dediyim, bu fond nə qədər... Hə, bizim orada bir nəfər ölkə rəhbərinin təyin elədiyi şəxs var, İqbal Babayev. O, həmin fondun rəhbəridir. Qardaş, gedib orada tapıb şeyləri, bizim o vaxt köçürülmüş adamları, Azərbaycanlıları, 21 min, Şıxlinski familiyasıdır, Azərbaycanda böyük Şıxlinskilər. Nəhəng 94 yaşında ağsaqqalları, bütün elə Qırğızstanın rəhbərliyinə Rus dilində dərs demiş bir xanımdır. Hamısı vəzifədə, hamısı elə imkanlı, hamısı hörmətli ziyalılardır. Orada da sürgündə olanlar var, hə? Lənkəranskilər. Böyük bir nəsildir.
Oradadılar hamısı. Oradadılar. Alma kəndi, nədir kəndin adı, orada yığışıblar. Sonra Məmmədovlar dedilər ki, böyük nəsillər ki, ziyalı nəsilləri sürülüb 1937-də, 37-də bəli. 31-də, 35-də, 37-də, əsas 37. Onlar hamısı yığışıblar kompakt. Məsələn, Qırğızstan həyatında bizə edilən sevgidə onların da payı var. Hamısı ziyalı nəsildən çıxmış, bəy nəsildən çıxmış adamlardır. Orada da yaxşı mövqeləri var. Məsələn, doktor, danışmaqla, söyləməklə... Qutarası deyil. Əslində, hər dəfə gedib gələndə təəssüratlarınızı ki, bölüşürsünüz. Dünyada belə başa düşürəm ki, insana bir şey qalır, o da... Gəzmək, görmək. Gəzmək, görmək. Elə cümləni oradaca qutarım. Orada o İqbal müəllimin elədiyi qəbul üçün gördüm. Qırğızstan ahalisinə də. Onlar problemlərin həlində, məktəblərin, xəstəxanaların böyük bir şey. O, başa düşürəm ki, nə qədər dövlətimiz ağıl yol götürüb, o böyük İpək yolunda, o Çin yolunda bizim üçün elə bir açıqdır. Bax, mən görəndə hər yerdə. Bax, bir də cümləni deyim bunu. Orada keçilən konqresdə, təqribən konqres başladı. Mən çıxışımı eləyib qutarandan sonra, bir saatdan sonra Samir bəy bir şey gördüm. Nə? Verir qutaran kimi 20 dəqiqə sonra dedilər, TRT avazdan səni gözləyirlər, gəl çıxışın elə. Bir intervyu ver. Getdim, verdim, paylaşmışam da, görmüş olarsan sosial şəbəkələrdə. Orada yolum, bu gördüyüm yolu, söhbətdən nədən gedir ki, bizim nicatımız, yolumuz, Türk dövlətləri birliyindən keçir və bizim dövlət rəhbərlərimiz çox ağıllı, düzgün yolla gedirlər. Çünki hər tərəfdə düşmən mövqedə olan, gözü götürməyən, yox, nəsə nə birlik eləyirsən, ola bilər ki, Türk də olmasın. Hep gəlir, deyir ki, qardaş, mən də sizinlənəm də. Məsələn, Pakistan, məsələn, qardaş Pakistan. Biz ağır gündə yanımızda olduq. Bilirsiniz, düzlüyümüzü görürlər, dürüstlüyümüzü görürlər, haqq, ədalət yanında olduğumuzu görürlər. Ona görə də içi, qəlbi, ürəyi düz olan dövlətlər də bizim yanımızda oldu. Tək o deyil, görürsən, orada çətin yaranan kimi düz yanlarında oldu. Onlar etibar da görməlidir, etibar da görürlər ki, biz etibar. Hər şeyi görürlər. Görür, dünyanın haralarda olmuşsan? Azərbaycan sərhədlərindən kənarda haralarda olmuşsan? Mən demək, Qətər dövlətində olmuşam. Qətərdə olmuşam. Sonra? Rusiyada olmuşam. Rusiyada, SNG dövlətlərində olmuşam. Olmuşsan? Bəli, Gürcüstanda olmuşam. Gürcüstanda. Festivalda iştirak etmişəm. Sonra? Sonra Türkiyədə olmuşam. Olmuşsan bayağı. Bəli, Türkiyədə olmuşam. 10 gün İranda olmuşsan. Türkiyədə olmuşam, 10 günlərlə orada konsert vermişim. İranda olmuşsan 100%. Və gözəl xanəndəmiz, mənim dostum Gülzar Fərəzova. Bir yerdə orada konsertdə olmuşuq. Sonra? Uluslar arası belə festival keçirilirdi olmuşam. Sonra hansı şəhərdə? İran İslam Respublikasında olmuşam. Sonra? Sonra dövlət xətti ilə getmişsən xarici ölkələrə? Haralarda? Bunlar hansı dövlət xətti ilə gedilər? Bəli. Tamam. Amma doktor Globusun yarısını gəzib, maşallah. Sadəcə də yadıma tutmur. TRT avaz qutaran kimi intervyu, 10 dəqiqədən sonra kim gəlsə yaxşıdır. Gör harda ki. Elə Ramiz müəllimə təşəkkür edirəm, Dünya TV-yə təşəkkür edirəm. 10 dəqiqədən sonra Dünya TV. Hara gəldi? Gəldi, məndən intervyu götürdü, axşam da verdi, həmin kongres üçün. Baxmıyorsun. Doğrudan deyirsən. Allah'ım da olsun. Kim gəlib bəs orada? Əməkdaşlarımızdan kim var? Ay, əməkdaş, gərək buradan mı ola əməkdaş? Qoçaq adamlar işi qurur dünyanın hər yerində. Nə var bu dəqiqə? Hamı gedir, hazırlayır. Maşallah. 10 dəqiqədən sonra dedim, halal olsun, eşq olsun. Maşallah. Ona görə deyirəm, adı kimi dünyanı zəbt edən Dünya TV. Maşallah olsun. Vüqar, muğam müsabiqəsində tələbələrim var. Bildiyiniz kimi indi muğam yəni Heydər Əliyev fondudur, Azərbaycan Dövlət Televiziyasıdır. Bəli, muğam müsabiqəsi keçirilir. Neçə tələbən olub orada? Var, burada 2 tələbəm orada iştirak edir. Hansı bölgədəndirlər? Biri Bakıdandır, biri də Sabirabaddandır. Çox gözəl oxuyurlar. Şükür Allah, indiyə kimi çox yaxşı gəliblər. Yaxşı iştirak edirlər. Hələ seçim turlarındadırlar? Yox, müsabiqənin 4-cü həftəsi keçirilir. İnşallah bu 4-cü gün oxuyacaqlar Allahın köməyi ilə. Allahın köməyi ilə. Yanlarındasan da onlarla? Həmişə dəstəyəm, həmişə yanlarındayam.
və biri-birindən də gözəl orada xanəndələr çıxış eləyir. Həm körpə, yəni balaca uşaqlardır, həm də ki, yaşı 17-dən yuxarı olan uşaqlardır, çıxış eləyirlər. Uğurlar arzulayırıq bütün tələbələrimizə. Müəllimin ən böyük uğuru onun yetirmələrinin hardasa, haralarda olmasıdır. Maşallah Vüqar müəllimin də o zəhmətinin bəhrəsi göz qabağındadır. Çox sağ olun, çox sağ olun. Biz ayrılaq şifahi məlumat blokumuza, ondan sonra qaldığımız yerdən davam edəcəyik. Buyur Orxan. Sponsorumuz Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Həzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Bu arada hörmətli tamaşaçılarımız, əlaqə telefonlarımızda görürsünüz, əlaqə görmürlər. Əlaqə saxlamaq üçün bizim aşağıdakı koordinatlarımızla əlaqə saxlaya bilərsiniz. Amma daha çox Seyfəddin doktorun bu efirimizin nömrəsidir. Amma doktorumuzla şəxsən danışmaq istəyirsinizsə, şikayətinizi tet-a-tet, tək-bə-tək Seyfəddin doktora bildirmək istəyirsinizsə, baxın bu nömrə Seyfəddin doktorun telefon nömrəsidir. Çatdırıb yaza bilmirsinizsə, bir dənə telefonla şəklini çəkin qalır, ən gözəl variant. Mən elə eləyirəm. Şəklini çəkirəm, qalır, məndə lazım olanı istifadə edirəm. Doktor, bu qəbizlik ilə bağlı keçən getməmişdən qabaq danışdıq və çox adamlar baxıram ki, çox suallar verirlər, qəbizlik onları narahat edir. Köp narahat edir. Köp narahat edir, baxıram orada çox sizdən də soruşurlar. Hələ yenə də yazır köpə neyini. Mənim özümdən məsləhət istəyirlər. Deyirəm, valla yadımdan çıxıb doktor danışıb bu barədə bir neçə dəfə köplə bağlı. Yox, yadından çıxmıyor. Xanımlar deyir ki, ölürük köpdən. Deyir, şir, qarnımız şir nə boyda olur. Doktor, mənləri bir ara olurdu. Bax, dünənləri baxıram. Görürəm ki, qarnım əməliyə başda yapışıb kürəyimə. Elə bir ki, köpüm yoxdur. Amma bir də görsən, əməllicə elə bir ki, nağarıya dönürəm. Nədəndir bu? Samir bəy, köp çox şeydən ola bilir. Ola bilir köp mədə-bağırsaq xəstəliklərindən ola bilir. Mədə turşuluğunun çoxluğundan, yazdığından ola bilir. Öd kisəsinin xəstəliklərində ola bilir. Öd kisəsinin diskineziyasında ola bilir. Xüsusilə bilirsən ki, heyvani yağları öd həll edir. Öddə bəzi adamlarda öd ekdemiya olub, öd kisəsi çıxarılıb və yaxud da ki, normal süzmür. Diskineziyada o da öd kisəsi dolur. Birdən spontanlı vurur ödü. Ağzından bəri gəlir zəhər, acılıq, narahatçılıq. Bir də görsən düzəldi. Yəni, bundan başqa qurd xəstəliklərində ola bilir. Bağırsaqlarda disbakterioz olanda, bağırsaq çöplərinin nisbəti düzgün olmayanda köp yarana bilir, qəbzlik yarana bilir. Yəni, bir də mədə-bağırsaq nevrozu var. Ağzıma deyir, su dəyən kimi, ya yemək dəyən kimi şişirəm, ya tualetə qaçıram, ya ishal olur, ya köpü olur, ya nə olur? Bu nevroza bağlıdır. Çünki hələ bu gedib çatmayıb yerinə. Bu göstəriş bu nevrozun nəticəsində. Yəni, formalara qədər müxtəlif ki, adamlar çaşıb qalırlar. Ancaq hər zaman deyirəm, qəbizlik çox pis bir göstəricidir. Qəbizlik neçə gün artdıqca hər keçən gün xərçəngə doğru bir addım yaxınlaşdırır. Bu mənim sözüm deyil. Təbii ki, bu alimlərin sözüdür. Ona görə də qəbizlikdən, köpdən qaçmaq lazımdır. Çox düzgün deyirsən, insan var, mənim müşahidələrim də göstərir, elə mən sizdə də görürəm onu. Təbii ki, sizdə səbəbini deyim ki, özün bildiyin səbəbi deyirəm. Sən utandığına cavab vermişsən, sən istəsən rahat xəstə qəbul edə bilərsən. Çoxlar adını yazanmır. Mənim atam, qohumum filan şeydən olub, xərçətdə mən xərcəngi müalicə edirəm adından çıxırlar ifidə.
Mən baxıram altında da mənim adımı yazıblar oraya. Nə bilim, Füzuli doktorun adını. Deyirəm, bu nə deməkdir? Sən cəmaatı anlatmaq üçün bizim adımızı niyə yazırsan oraya? Sizin adınızı yazıb başqa nömrələr qoyurlar. Yox, biz biri nə bilim, orada düzəldib, daimi durur orada. Öz nömrəsini qoyman. Öz nömrəsini qoyur, öz söhbətini eləyir, mən xərçəng gəlir. Zalimin qızı sən bir getcinən ən azı bir tibb bacılığını qutar, yarım həkimliyi qutar. Sənin bu işin pul qazanmaq yeri ən hasan deyir bu gün bu sahədir. Hamı məsləhət verir. Baxıram, biabırçı bir olmaz. Deyirəm, ay xəstə, ay xanım, sən bunu hardan öyrənmirsən? Deyir, TikTokdan götürmüşəm ya Instagramdan götürmüşəm. Deyirəm, elə şey olarmı? Bunlar da hansısa millətdən tərcümə edirlər, düz tərcümə eləyə bilmirlər, tərsini alınır. Sən sağlığına ziyan vurur, elə olmaz, elə müalicə olmaz. İndi nəyə gətirir? Və bir məsləhət, yəni bir mənalı şəkildə sizdə də, məndə də, başqalında da xeyli müsbət nəticə verir, alma sirkəsi. Bu yığılmış orqanizmdə o pH-ı normaya salır, qələm mühit yaradır, orqanizm yığılan qazı çıxardır və ona görə də görürsən ki, incələşirsən. İndi turşuluğu çox olandan pomidor yeyəndə, ondan sonra turşuluğa meyilli qidaları qəbul edəndə görürsən ki, turşuluq artır və yaxud həzm pozulanda onun kimi. Bəs nə etməli? Şüyüd toxumu dəmləməli, raziyana toxumu kömək eləyir, sonra kətan toxumu kömək eləyir, çiya toxumu kömək eləyir. Yəni, həzmi yaxşılaşdıran da xeyli vasitələr var. Acılıq otu qəbzliyə kömək eləyir, səna yarpağı kömək eləyir qəbzlikdə. Acılıq otu? Acılıq otu. Yəni, səbəblər, bir də bundan başqa mən özüm də gör neçə il bu sahədə məşğulam. Məlhəmlər düzəldirəm, məcunlar düzəldirəm, qəbzlik götürmək üçün, köpü götürmək üçün. Yəni, doktor, bu bir müddət kömək eləyir, yoxsa... Yox, əgər sən onun... Köklü surətdə... Gözəl sualdır. Yəni, bax, çox gözəl sualdır. Sən əgər disbakteriyozsa, bağırsaq çöplərini yerinə qoymusansa, ömrü düzəlir. Qəbzlik gedir, köp gedir. Bağırsaq çöplərində qidalarla qoymalıyıq. Yox, qida ilə qoymalıyıq. Həmin qidana da təsiri var. Təbii ki, təbii qidalanmaq. Lifli qidalarında. Ay sağ ol, lifli qidanın da qəbul olur. Müsbət olur. Ancaq birbaşa eləsi var, çox aşağıdır. Sən onda tutaq ki, kolibakterin aşağıdır. Sən o həmin çöpləri məlhəmlər vasitəsindən bir də ki, hazırlanmış, hazır o çöpləri tərkibində doğruldan flakonlarla verirsən, normallaşır. Bəs eləyir. Bəs eləyir. Yəni, kimdə bu problem var? Qəbizlikdən əziyyət çəkirsə, yəni doğrudan da qəbizlik onu bir narahat edirsə, köpü varsa, qəbizliyi varsa, fərqi yoxdur. Yaşın, başın, uşaqdır, cavandır, yaşlıdır. Qut xəstəliyi varsa. Heç bir fərqi yoxdur. Yəni, müraciət edə bilərsiniz. Doktorumuz onun çox xüsusi məcunlar hazırlayır, xüsusi deməli, bitki tərkibli məlhəmlər hazırlayır və siz artıq bu problemdən yaxa qutarırsınız. Çox gözəldir, çünki dava dərman müəyyən bir yerə gedər. Mən bayaqlar ona görə soruşdum ki, dərman atırsan, nə bilim, şamlardan istifadə edirlər, hansısa dərmanlardan istifadə edirlər. Bir müddətlikdir, bir müddətdən sonra təzədən bir də başlayır. Çox düzgün desən, uzun müddətli bağırsağı pozan dərmanlar var da, qəbzliyi açır, bədəndən kaliumu çıxardır. Kalium da çıxanda ürək əzələsində aritmiya yaranır və yaxud da ki, bir tutturduğum yerdə, qılçam yatdığım yerdə o əzələlər qıc olur. Qışqırıram, kimsə gəlir onu masaj. Bu da ona bağlıdır. O kalium çatmır. Onu heç olmasa eləyəndə şor yeməlisən, bir dəqiqə əriyin, qaysının dövrüdür. Dənəsi ilə bir yerdə yesəniz, ümumiyyətlə ləzzətlidir. İndi yox, bu çatını yox. Hələ süni yetişdiriləndə onun... Təbiilər də çıxıb. Təbiilər artıq... Türkiyədə əməlli başlı biri gedib, bir dostumuz var. O, deyirəm, harada, deyir, 20.000 pul götürdüm. Deyirəm, nədən? Deyir, babam ərib bağı vermişdi, satdım, deyir. Bir Kürt dostum var. Getdim, deyir, satdım, gəldim. Üstü yerdə də. Bir dəqiqə, valla əriyyətdən bahadır. Vüqarı dinləyək, Vüqarın bir ifasını təqdim edək. Ardınca bir video materialımız da olacaq, yəni ifanın ardınca. Onu da təqdim edib, sonra dönüş edib, söhbət edərik. Güzel haralısan yar haralısan, dağların haralısan yar haralısan. O güzel haralısan yar
özünü öyme güzel, özünü öyme güzel yar haralısın. Su gelir arkana var, dolanır çarxana var. Sen ben çok sevirem yar, sen ben çok sevirem. Bilmirəm xalxana var yar haralısın. Su gelir arkana var, dolanır çarxana var. Sen ben çok sevirem yar, sen ben çok sevirem. Bilmirəm xalxana var yar haralısın. Başında yaxşalı var, yanabında xalı var. Özü ceylan balası yar haralısan. Gözlərindən tanırım sən başının maralısan. Başının maralısın yar haralısan. Gözlərindən tanırım sən başının maralısan. Başının maralısın yar haralısan. Gözlərindən tanırım sən başının maralısan. Başının maralısan yar haralısan. Gözlərindən tanırım sən başının maralısan. Başının maralısan yar haralısan. Zəhmət olmasa özünüz təqdim eləyin. Həkim, mən Hövsan qəsəbəsindən gəlmişəm. Adım Saradır. Mən uzun müddətdir, bir 15 ilə yaxın ki, baş ağrısından əziyyət çəkirdim. Sizi həmişə televiziyada izləyirdim, həmişə verişlərinizə baxırdım. Bəli. Ona görə sizin klinikaya mən yolunu çevirdim, gəldim. Nə şikayətləriniz vardı Sara xanım? Məndə güclü baş ağrıları olurdu həkim. Yoxsuzluq, Hı -hı. boyun ağrıları, baş ağrıları. Hara gedirdim, kimisi migren, kimisi nevroz derdi, kimisi panikapat derdi. Bana heç kim migren deməmişdi. Aha. Mən bura gələndən sonra siz dediniz ki, migrensən. İndi 2 aydır mən burada müalicə götürürəm. Şükür Allah'a həkim. Mən şirin yuxu nə olduğunu onu bilirəm ki, mən şirin yuxu yatmaq nə deməkdir. Allah canınıza can sağlığı versin. Sağ olun, nə müalicəsi? Migren. Nəylə müalicə alın? Mən ağrı, zərli, ağrı məhsullarından burada müalicə götürdüm. Təbii yollarla. Təbii yollarla, təbii məhsullarla. Mən bunların çox xeyrini görmüşəm. 100% demək olar ki, məndə baş ağrıları azalıb. Özümü gümrah yaxşı hiss eləyirəm. Sizin klinikada işləyən bütün həkim kollektivinə təşəkkür edirəm həkim. Çox sağ olun, Allah canınıza dəyməsin. Tək sizi kimi həkimlərimiz çox olar. Sağ olun. Tibbçilərimizə necə? Hamısına təşəkkür edirəm. Hamısından çox razıyam həkim. Həqiqətən də bu qədər klinikaya getmişəm, panikalara getmişəm. Mən hələ belə gözəl, belə mehriban, nə dərdim Kollektivinə rastlaşmamışdım. Kollektivinə rastlaşmamışdım. Həqiqətən də belə. Sara xanım çox sağ olun. İndi ağrılar nə yerdə? Həkim, çox yaxşıyam həkim. Çox Yo, dedim. görmüşəm. Azalıb, yəni Özümü yaxşı hiss edirəm. neçə gündür mən soruşum, deyirsən ağrım yoxdur. Yox, Baş ağrım. şükür Allaha şükür. Hə. Həmişə sizin şəxsinizdə bütün xəstələrimizə şəfa diləyirəm. Amin. Çox sağ olun, var olun, hər zaman Canınız sağ qulunuzdayıq. olsun. Allah razı olsun sizdən. Sağ olun. Gözlerinden görürüm sen bakın. Gözəl, gözəl. Vüqar bəy könlümüzü oxşadı. İzləyicilərimiz də yazırlar. Vüqar bəy çox gözəl bir efir gedir. Bilirsiniz Samir bəy, sənətkar başqadır. Çox gözəl bir başlanırsa cümlə dedin, o başa düşən adam üçündür. Sənət və sənətkar tamam başqa bir şeydir. Elm var, bir də helm var. Elmi olan adam, yalnız elmi olan adamlar düzdə qalırlar. Onlar yaradırlar, yazırlar, çıxardıb qoya bilmirlər, onu təqdim eləyə bilmirlər. Gərək önündə nəyi də olsun ki, onu göstərə bilsin, işə keçirə bilsin. Bir də var, elmi yoxdur, helmi var. Bunlar qoçaqdılar, hardan nəsə eləyirlər, göstərirlər, neyirlər. Elm olmadığı üçün bir yerdə batıb qalırlar, qızarırlar. Çünki biz elmli adam sual verəndə cavab verəmirlər, elmi yoxdur. İşi də olanda bu çox yaxşıdır. Yəni, sənəti təqdim eləyə bilir. Məsələn, indi Vüqar bəyin səsi var, sənəti var və insanlar da oxuyanda ləzzət, həzz alırlar. Niyə? Çünki başa düşən adamlar xeyli dərəcədədir. İndi bunlar da biraz böyrünə, elmə böyrünə helm də qatırlar. Çünki sən mütləq mənada oynaq mahnılar qatmasan,
mütləq biraz toya yaxın olmalısan. Çünki oradan sən müəyyən gəlirin olmalıdır. Sən gətir təzədən sənətə qoyasan, sənəti yaradasan, elə deyilmi? Bəli, əlbəttə. Çünki onu inkişaf elətdirmək üçün maya lazımdır. O da oradan gəlir də, gəlir yeri. Yoxsa müəllimlikdən gələnlə, ondan mümkündür ki, sən klipini çəkdirəsən, yaradıcılığını inkişaf elətdirəsən, uğurlar diləyirəm. Çox gözəl, mən keçən dəfə ilk tanışdığımızdan onda da dedim, indi də deyirəm, gözəl sənətim var və inanıram ki, hər zaman bunu biraz da dediyim kimi vəhdət təşkil edib elmlə elmi. Çünki Allah səs verib, sənət verib, insanlar da onu görməlidir. Bax, vüqarı bir sambal var. Öz dediyin bir neçə, sizlə o 7 nəfərdən bir neçəsinin adını saydın. Samir bəy onu mən tanımıram. Samir bəy tanımırsa, mən heç gündən tanımıram. Bu deməkdir ki, bu adama Allah sənət verib, bu sənəti təqdim eləməyə, bayaq dediyim elmi çatmayıb, maddiyyəti çatmayıb, ya tənbəlliyi olub, ya nə olub, onu gətirib qoya bilir, təqdim eləməyiblər, biz tanımırıq. Sən tanıyırsan, sevirsən, ancaq xalq tanıyanmadı. Mən belə başa düşdüm. Nədir? Bakıdan Ramana qəsəbəsindən Zəngimiz var. zəngimiz var. Qəbul eləyək. Alo. Alo. Hər vaxtınız xeyir olsun. Şəkidə xanım. Bəli. Nə gözəl adınız var ay Şəkidə xanım. Heç eşitməmişəm. İlk dəfə də Hər vaxtınız eşidirəm. xeyir olsun. Salam əleyküm. Kim qoyub bu adı sizə? Vallahi nə bilim, bibim qoyub. Yəni biz o vaxtda atanın bacısına bibi demirdik, mama deyirdik. Biz də Bibim mama qoyub deyirik. bu adı. Biz də mama deyirik, Ayşə. Biz də mama deyirik. Mama. Hə, Neçə yaşınız var Şəkidə xanım? mənim 68. 68. Nə probleminiz var? Necə? Şikayətiniz nədir? Eşidə bilmədim. Sözü nədir, Deyirəm, necən gelir? şikayətin nədir? Nədir narahatçı? Şikayetim bilirsiniz, belim ağrıyırdı. Getdim MRT-yə düşdüm. MRT-də sürüşməm var, disk sürüşməsi. Disk sürüşməsi. Aha. Sonra indi nədir narahat edən sizi? Məni bilirsiniz nə narahat edir? O sağ tərəfində bu belimdən qılçıma vurur ağrı, oradan da vurur baldırıma. Yəni narahatam da, ağrılarım var. Neyniyə bilərəm? Neyniyə bilərsiniz? Onu yoxlamadan məndən. Bu dəqiqə hamıya da eyni diaqnoz, hamıya deyirlər belində nə bilim sürüşmə var, disk sürtü, adam hamı, da uşaqdan böyüyə elə hamıya deyirlər belində yırtıq var, nə bilim belin sürüşür, filan beşməkən. Bir gəlin doktor sizə baxsın. Müayinələrinizi də gətirin. Müayinələrimizi gətirin ki, burada tabi bir də əlavə xərc töküb görsən doktor nə gözəl insandır. Deyir müayinələrimizi, o MRT-nin cavabını gətirin, doktor ona bir baxsın. Özümüzə Bəlkə orada baxsın. xüsusi terapiyalar var, fizioterapiyalar var doktorun orada. Bəlkə doğrudan da heç müalicəsiz filansız, ancaq fizioterapiya ilə. Yox, arı zəhəri orada mükəmməldir, arı zəhəri. Arı zəhəri? Arı zəhəri mükəmməldir, çox gözəl effekt verir Samir bəy. O da dediyin kimi ondan başqa da Amerika istehsal olan çatanaq aparatımız var. O da bütün fizioterapevtik müalicə metodlarını özündə birləşdirir. Çox gözəl nəticələr alırıq. Ondan başqa bəzən də görürsən ki, arı zəhərdən başqa orada zəlidə yerli durğunluq varsa, iltihab varsa çox gözəl effekt verir. Və yaxud da ki, məlhəmlər, məcunlar. Ancaq mütləq baxmaq lazımdır. Bəzən baxandan sonra görürsən diaqnozu dəyişdirir. Fəqərət sürüşməsi odur ki, orada o mütləq siniri sıxır. Siniri sıxılanda həm keylik verə bilər, ağrı verə bilər. Ancaq bəzən də görürsən ki, siniri sıxmaqdan başqa da başqa bir yanaşı olaraq başqa bir diaqnozda dəqiqləşdirə bilirik. Onun birini müalicə edib, birini eləməyəndə nəticə ala bilmirsən. Ona görə həkim, sual verdiniz həkim, sizi görmədən deyirsə ki, mən sizi sağalda bilərəm, müalicə edirəm, amma düzgün cavab deyil. Həkim xəstəni gör, baxıcı falçı deyil ki. Bilici deyil ki, baxmadan desin ki, mən sənin filan xəstəliyin var, onu müalicə eləyəcəm. Mütləq gələrsiniz Allahın köməyi ilə. Təşəkkür edirəm sualınıza görə Şəhidə xanım. Əslində, belə deyək də, doktor nə qədər bu tip, bu xanımın şikayəti kimi şikayət eləyən xəstələri tam təbii üsullarla müalicə edib. Mən bunu bildiyimə görə deyirəm ki, bir gəlin doktor sizə baxsın, görsün. Doğrudan sizin probleminiz nədir? Doktor, o qədər yazanlar var. Nə yazırlar?
Güney Azərbaycandan yazırlar. Vüqar salamlayırlar. Çox sağ sizi. olsun, var Sağ olsunlar. Doktorumuzu salamlayırlar. Bizim soydaşlarımız da Allah saxlasın, Allah qorusunlar. 0262 İrandan yazırdı bizə. Çox sağ olsun. Sonra 5191 nömrəsindən Sadiq yazır, salamlayır. Salamlayıram, baxırıq sizə. Yazanlar çoxdur, həqiqətən. Laçınlı balası Racay Sərvəroğlu, müğənnidir, çox gözəl istedadlı bir Çox sağ oğlandır. olsun, Allah saxlasın. Racay da salamlayır, Vüqar müəllim. Allah Sizi də, saxlasın, Seyfəddin çox Sağ doktoru olsun. da. Ömrünüzün olsun. Yazanlar çoxdur. Qurban adlı izləyicimiz yazır, Lökbətandan Vüqar yazır, göndərir. Yazır ki, axşamlar boğuluram. 42 yaşım var, elə bir havam çatmır. Zobdan ola bilərmi? Yoxlamadan bayaq dediyim kimi cavab vermək olmaz. Nevrozdan dolar, zobdan dolar, Üçün başqa səbəblər var. başqa səbəblər də ola bilər. Yoxlayandan sonra bilərəm bir mənalı və kömək elərəm yoxlayandan sonra. Samir bəy elə dedin, yadıma düşdü elə dəyərli sənətkarımız Vüqar bəyin burada olmasından. Sıraha gün mən uşağa gəlməmiş, Hara gəlməmiş? aeroporta gəlməmiş. Sağ olsun bizim dostumuz Xəqani bəy və Həmid bəy. Həmid bəy millətcə Kürddür. Orada deyirlər ki, bizim bir ağsaqqalımız var, dostumuz var, onun adı Turandır və onun qız evladının toyudur, gedək. O qədər maraqlı, mən bir 15 il bundan qabaq Türkiyədə toyda olmuşam. Tamam başqa bir stildə idi, İstanbulda olmuşdum. Dedim, görəm, indi fərq varmı, dəyişib. Turan bəyəm var, özünə qismət olsun. Çox böyük restoranlar, çox böyük zəngin bir adamdır. Getdik, dedilər 5-də gəlin, 5-də nə yeməyə gəlin. Biz də daha yemək yemiş, dedim, yox, görək də bir nə verirlər, nə var, nə yox. Getdik, gördük. Orada yemək, yəni, əhalinin cami 5% gəlir yeməyə, ya 5-10%. Yemək yemirlər. Yox, gəlir o. Əsas toy 9-un yarısı başlayır, nicah kəsilir. Doktor, çox üzr istəyirəm. Cərlabaddan da bir zəngimiz var. Alo. Bəli. Hər vaxtınız xeyir olsun. Kimdən Hay danışırıq? abad xeyir olasan. Kimdən İlk öncə danışırıq? sizin hamınızı salamlayıram. Vüqar müəllimi, mənim həm yerlim, həm kəndlim, onu salamlayıram. Rəhimdir adam. Adınız nədir? Adım Rəhimdir. Kərbəlayı Rəhim, Bədirli kəndindən. Kərbəlayı Rəhim. Əliqasımlı kəndindən. Yox, yox, Bədri kəndindən. Bədirli. Rəhim kişi, Allah can Tanıyırsan? sağ bəli, Allah can Yeznəm sağ mi Vüqar versin? müəllim Əliqasımlı kəndindəndir. Mən Bədirli kəndindənəm. Siz Bədirli kəndindən. Allah sizi O məni saxlasın. yaxşı tanıyır, vacibi tanıyır. Mənim doktora sualım var. Doktora sualınız var. Buyurun. Nədir sualınız? Sağ ayağımda mənim topuq hissəsindən ayağımı yerə qoya bilmirəm. Özü şikir, kiçik kapilyalar qıpqırmızı götürüb ayağımı gedir, ağrı da dəhşət dərəcədədir. Ağrıyı sakitləşdirmək üçün bir resept deyim, onu eləyin. Doktor, bir yanımıza gəlsin bəlkə. Yox, müalicə üçün mütləq gələcək. Çünki orada mütləq damarlar çıxıbsa, bu tromb əmələ gəl. Damarlar, elə iri damarlardır, kiçik kapilyalardır, qırmızı ayağımda, baxırsan qıpqırmızı. Nə o qırmızı tromb əmələ gəlməsi üçün şərait yarada bilər. Tromb da bilirsiniz ki, infarkt üçün təhlükədir. Onu gələcəksiniz, müayinə edib, müalicə eləyəcəm, o təhlükədən azad olacaqsınız. Yəni, o məsələni həll eləyəcəyik. Ancaq indi bir resept deyirəm. Götürürsünüz bir xörək qaşığı xardal tozu, bir xörək qaşığı xörək duzu, üzərinə bir xörək qaşığı xardal, yəni qarçişnik tozu da, xardal tozu aptekdə desəniz verəcəklər. Bir xörək qaşığı xörək duzu, bir xörək qaşığı bal, Bəli, təmiz bal. təbii ki, təmiz baldır. Cəllabadda təmiz olmayan bal olur mu ki? Olur, təmiz olmayan da olur. Təmiz ballı bizdən. Yox, görürsən o ki, işin içindədir, səmimi adamdır. Kişi biriləri deyir, təmiz olmayanda da olur. Təmiz olmayan da deyir olur. Mən tanıyıram da təmiz bal kimdədir. Mən özüm bal saxlayan olmuşam. Vəssalam. Özdə arıçısansa da o yolunu, izini bilirsən bu məsələnin. Onları qatırsan yaxşı bir-birinə. Sonra, qatandan sonra məlhəm kimi çəkirsən ayağına, ağrı olan yerlərə. Üstünə də o paketləyirsən strişlə, üstünə də yun sarıyırsan, ağrılarını götürəcək xeyli dərəcədə. Ancaq təbii ki, mütləq köhlü müalicə olmaq üçün
gələcəksən və kömək eləyəcəm. Allah qoysa, Vüqar bəyin dostunu biz müalicə eləmək bizim borcumuzdur. Rəhim dayını bir dənə salamlayıram, bizim ağsaqqalımız, böyümüzdür. Allah can sağlığı versin. İnşallah subaylarının, nəvələrinin toyunda inşallah. İnşallah, inşallah. Sağ ol, sağ ol. Çox Sağ sağ olun. olun. Sağ olun. Baxdığınıza görə, baxın bütün tamaşaçılarımıza. Baxırlar, bəli, izləyirlər. Dünyanın hər yerindən izləyirlər, bütün bölgələrdən izləyirlər. Çünki niyə? Çünki sən özün də tam səmimi oğlansan, Allah sana Dostlar, olsun. mən dava, qırğın, efirdə nə biləm, van üsmə, onu söysün, bu Həyat bunu da davarsın. göstərir ki, onunla qazanılan reytinqin axırını görəcəksən yaxın zamanlarda. Öyle mümkün deyil. Nə onu dövlət qoymaz, nə onu taxt qoymaz. Axırı bilirsən, onunla müvəqqəti olur elə şeylər, ay Samir bəy. Dava ilə, şərlə. Çünki mən özüm də dava şava adamı deyiləm. Axırı yoxdur axı. Ona görə istəmirəm heç vaxt o davaları biz də eləyə bilərik. Efirdə onunla, onu Uy, o nə olsun ki? bunu söz atır, İndi orada başlıq qoyur. Filan kəs həyatın sonu nöqtələr. Girsən heç nə yoxdur. Nə bilim, filan kəs filan şey səhv elədi. Ondan sonra sənin artıq sosial şəbəkəyə də baxmırsan. Sənətkarlar heç O vaxt efirə də baxmırsan. o şeylərə getmirlər. Biz də hər zaman deyirik ki, rahatlığa get. İnsanı Allah yaradıb bir ömür verib, o ömürdə də sən, onsuz da hər şey problemdir. Sən o problemlərdən qırağa dur, mərdimazardan uzaq dur, insanları sev, o sevgini bir sözünə qayısın və yaşa. Vüqar istəsə, İnsanları öldürən fikirdir, dərddir. Sən də o dərddən uzaq ol, musiqi var oyna, qardaş, niyə oynayamayasan? Vüqar istəsə o dava qırğını sala bilməz, Hə, sərgiyə. bəy o toyu dedim, yarımçı qaldı, zəng gəldi. Hə, 5-də gəldi, o şimdi düyü üstündə də o dönəri, yeməyi yiyildi. 5-6-10% olsun. Qalanı 9-un yarısını hazırlanır, geyinir, keçinir, gəlir. Mən 15 ildən qabaq gördüyüm o Türkiyədəki toyla bunun arasında böyük bir fərq gördüm. Artıq yemək var. Yox, yeməkdən getmiş söhbət. Onun sən elə güya yeyən adam kimi. Hə, əsas musiqi. Möhtəşəm bir zal, çöldə, bayırda, 1000 nəfərlik. Və hər şey çəkib gətirmişəm, verərəm baxarsan. Və nə bilim, hər yerdən gəlir insanlar, özdə bizdəki kimi deyil. Toyda xeyli ucuzluqdur da, elə yemək elə çox şey yaparmır deyin. Ucuzluqdur. Təqribən bizim elə bilginən ki, bir 50 manat yazılan, çox yazılan bir 100 manat kimi. O da nə var ki, elə toy, elə hər gün toy edər adam. O üçün çox maraqlı, çox gözəl. Eyni bizim, məsələn, adətlərimiz daha çox idi. Zəng var, buyur. Danışaq telefondan. Füzulidən zəngimiz var. Alo. Salam Mələkət. Əleykum salam. Samir müəllim, mənim həkimə bir sualım var, zəhmət olmasa. Aha, neçə yaşınız var? Mənim 63 yaşım var. Üzr istəyirəm. Mənim sağ baldırımda, belə lori dildə desək, qurbağa kimi də belə damarda, göy damarda çıxır. Elələri var, deyir ki, turofdur. Elələri var, deyir ki, damar genişlənməsidir. Qadazın hanım, bunu həkim yəqin ki, mənə dəqiq deyər. Tamam, indi sizə deyə. Heç bir həkimə zada getmirsən? Deyirdən? Getmişəm, amma Xeyir olmuyor. elə deyiblər, eləsi deyib doğru damardır, eləsi deyib ki, turofdur, yəni onu dəqiq bilmək istəyirəm. Tamam, dəqiqləşdirmək istəyirsən, doktor, nədir məsələ? Samir bəy, onu Çox sağ olun, var olun. sağ ol xanım sualınıza görə. Mütləq müayinələrinizdə gətirməlisiniz. Siz də görməliyəm. Biri deyir trombdur, biri deyir damar genişlənməsidir. Mən baxandan sonra, baxan kimi həmin dəqiqə biləcəm ki, orada tromb varmı, yoxsa yalnız varikoz damar xəstəliyidirmi, damar genişlənməsidir. Ancaq mütləq görməliyəm. Vallahi nə desəm düz alınmaz görmədən. Ona görə də mənim telefonla Doktor, xanım deyilmiş, bəymiş danışan. Eyb yoxdur. Üzürü hesab eləsin. Bəy daha gözəl elə. Orada nə var ki? Eyni problemdir də, xanımdır, bəydir, heç Nə fərq var ki? Problemdir. Gözəl səsi var. Səsi bizi Kəşəli də müğənni olaydı. Gözəl səsindən insanlarımıza xoşbəxtlik verəydi. Heç nə mən görməliyəm. Üzr istəyirəm, əgər anlaşılmazlıq oldusa. Gəlsin yanımıza bir görün, baxın da ona. Hə, gəlsin mütləq baxaq. Bilirsiniz, dərd varsa onun dərmanı da var. Vüqar, hava aparsan biz Cərlabada. İnşallah, hava xurəz istəsə. Əslində mövsümdür də. İnşallah. Gedər. Cərlabadın bu dəqiqə
Görsən kimə nə deyirsən? Hə, nə problem? Ha bax Mən ora. deyəsən olmuşam o Əli Qasımlı kəndində. Yusuf Mustafayevlə getmişəm deyəsən. Vallahi bilmirəm. Nəsə bilmirəm, nəyəsə görə Onların getmişəm. Teymur əmigilinki Alar kəndi. Alar kəndidir, bizimki Əli Qasım. Alar Alar. yolun qırağındadır Bəli, elədiniz. bəli. Ora qəsəbədir də. Birinci kəndimiz Alar kəndidir. Rayona Sonra çox keçirsən yaxındır. Qarazəncir, bu Alardan da xeyli istedadlı adamlar. Kölün xanım kəndidir. Bizimki. Kölxan kəndi. Bizimki də Kölün şəhəriyiz. Hə, Həbib qızı. Həbibimizdən sonra bizim kənd. Hə, o da o kənddəndir. Maşallah olsun. Bilmirdim ki, ölüm cəllallıqda olur. Hə, yox, deyirəm də istedadlı adamlar çoxdur. Getirir də istedad. Bəli. Həy can. Vüqarın ifasını təqdim edək. Vüqar, görək nə oxuyursan. Çox sağ ol. Gülə çölanda yaz olur, bəh, bəh, bəh. Kədərimdə mimaz olur, bəh, bəh, bəh. Gözəl dəyişmə naz olur, bəh, bəh, bəh. Gəl, gəl, gözəl yar, sevirəm səni. Gözəl dəyişmə naz olur, bəh, bəh, bəh. Gəl, gəl, gözəl yar, sevirəm səni. Bülbül bağlarda səs salır, cəh, cəh, cəh. Güllərin ətrini yalır, bəh, bəh, bəh. Musiqi səsi yücalır, bəh, bəh, bəh. Gəl, gəl, gözəl yar, sevirəm səni. Musiqi səsi yücalır, bəh, bəh, bəh. Gəl, gəl, gözəl yar, sevirəm səni. Yarın bağında şirin olur üzüm, yarın ayrılı günə necə gözüm. Yara qurban olsun bu iki gözüm, gəl, gəl, gözəl yar, sevirəm səni. Yara qurban olsun bu iki gözüm, gəl, gəl, gözəl yar, sevirəm səni, yar, səni, yar. Ay Vüqar. Çox sağ ol. Bu da xaqmansıdır. Bəli, bəli. Bu ancaq xaqmanlar oxuyur da. Yox, mən dedim axı, yolu muğamla yanaşı mütləq Bəhbə atmalıdır. xalq mahnısıdır. Bunu mən nəhəng gözəl xanəndəmiz Yaqub Məmmədovun ifasında Deyirəm, ay Allah, mən Sonra mən də lenti aldırmışam. gözəl. Tez eləmişsən. Çox sağ ol. Ümumiyyətlə, bax, bu cür sənətkarlarımız, bu cür istedadlı xanəndələrimiz bu mahnılarımızı yaşadılar da. Bunlar da olmasa, bizim xalqımızın doğrudan da milli sərvəti yoxa çıxacaq. Bəli. Həqiqətən, doktor? Bəli, bəli, bəli. Bizim borcumuz odur ki, məsələn, biz xanəndə idi, bu muğamları, xalq musiqisini sonra təsnifləri yaşatmaqdır. Və Allahın köməyində yaşadacağıq Allah. Vüqar, yeni səndən ifalar gözləyirik, yeni İnşallah, mahnılar Allah gözləyirik. qoysa, Allah qoysa yazdıram. Mütləq olsun. Təqdim edirik Allah qoysa. Yazırsan yoxsa? Oxumaq budur, Kim yazır Çox oxumaq sağ ol. bunu? Vüqar bəy. Var olun, var olun. Allah sizi saxlasın. Oxumaq budur. Allah xalqımızı qorusun. Həmişə qulaqlarınız gözəl musiqilər eşitsin. Var olasın. Əvvəllər bu Allah cür sağ mahnılar idi da, indi başqa cür mahnılar Var olun, da. Allah sizi Çaqqa-çırıq, saxlasın, Allah sizi çuqqa-çırıq. qorusun. Bizdən sonra nə olacaq bilmirəm. Gənə indi biz mahnıları Yaxşı bilirik. Allah. Doğrudan nə doktor? Biz də bunu
Ötürə gəldik inşallah. Yox, siz ötürürsünüz. Bəli, yaxşı olur Allah. Qulaq asan kontingent var ya, qulaq asan. O get-gedə. Yaxşı olur Allah qoysun doktor. Yox, təbii ki, yaxşı olacaq. Yox. Yox, indi siz də dəyişəcəksiniz də. Nə Sən də qədər bu Azərbaycan xalqı var, nə qədər bu Düzdür. xalqımız var. Heç vaxt muğamatımız ölməyəcək inşallah. muğamat Yaşayacaq ölən Allah. deyil. Yaşayacaq Siz də Allah. məcbur olacaqsınız bu muğamatın burasını oxuyub. Dağlılar mütləq İndiki tələbata İndiki tələbata uyğun bir beyt qoyacaqsan. Sizdən sonra gələnlər eləyəcək onu. Hə, sizdən sonra gələnlər çünki mütləq müasirləşməlisən də, mümkün başqa yolu Həm yox. müasirləşmək, həm də Yəni o tamaşaçıya dinləyicəyə uyğun olmalıdır. İndi o dəyişilir, gözümüzün qabağında dəyişilir. Gözümüzün qabağında sənətkarlar oxuyanda hamımız dururduq, belə qalırdıq ki, ay Allah, biraz da oxusun, biraz da davam eləsin. Bu gün eləcə hamı oynamaq, hoppanmaq ya kim daha çox soyundu, daha çox nə bilim bayağı söhbət elədi, nə bilim dava əfsuslar göstərdi. olsun ki, belədir vəziyyət. Biz Vüqarı yola salmaq istəmirəm. İstəyirəm ki, qalsın bizdən. Amma Hə? Amma Vüqar öz peşatını Vüqar bəy vurdu. İfasıyla. Çox Tamam, məmnun bilirik. oldum. İndi bilirsiniz də, əziz tamaşaçılarımız, sənət adamları bir qaça-qaç, qofa-qof həyat yaşayırlar. Oradan ora qaç, buradan bura qaç. Elə gün olur, bütün günü boş oluruq. Elə gündə olur ki, bir gündə 4-5 yerə gedəsi oluruq. İndi sizdə də təbii yəqin belə olur, məsələ. Samir, mənim əziz qardaşım, sənə mən dərin təşəkkürüm. Sən mənim əziz dəyərli qardaşımsan. Verilişin də tam səmimidir, özündə səmimi oğlansın. Allah səni saxlasın. Sevədim doktor. Bizə atıb gelirsən də yəni. Nə yaxşı ki, sizin kimi belə həkimlər, doktorlar var. Xalqımıza xidmət edirsiniz, sonra xəstələrə təbii dərmanlar yazırsınız və sağ olun. Var olun, Allah sizə Ömrün uzun olsun. Var olun. Çox mənim üçün şad oldum ki, sizin kimi həkimlə, doktorla bir verilişi görüşürüz. Var olun, mən də şad oldum. Samir qardaşım, ha vaxt məni çağırır, sevə-sevə gəlirəm. Biz səni çox istəyirik. Mən üzürsən. Hə, üzürsə hər durmayağa. Sənin azarı mənim durğuzmaydı. Doktor laf deyib gedir qarım. Getmək kişi durdu, mən də durdum da. Ne eləyirik? Sizin bir video materialınız var, onu təqdim edək. Qayıdıb gələndən sonra artıq tamaşa Vüqarı burada görməyəcəklər, amma biz buradayıq, doktordan buradayıq. Buyur, izləyək. Özünüzü təqdim eləyin. Cəfərova Şüküfə Ağdaş rayonundan gəlmişəm. Nə şikayətlərin vardı? Nə yaş gəlmişsən doktor Seyfəddin klinikasına Ömrüm şikayət? boyu həmişə mən Seyfəddin doktorun verilişinə baxmışam. Həvəsim olubdur. Canımda nervi var, ağrı var, acı var. Ona görə də Başqa nə şikayətlərin vardı? başqa məsləhət bilib gəlmişəm. Başqa nervimdir, əsəbdir. Ağrı harda var? Ağrı başımda, çiyinlərimdə, kürəyimdə, hər yerimdə. Başdan ayağa doktor canım narahatdır. Sizi sevir, sizi nədir? Gəldim belə. Gəldim belə, bəli. Nə müalicəsi Sizin aldın? qəbulunuza gəldim. Nə müalicəsi aldın? Allah'a çox şükür zəldən aldım, xeyrini gördüm. Ardım, vurdurdum, xeyrini gördüm. Nə lazımdır? Məlhəmlər də içdin mi? Məlhəmlərdən də içirim hamısı Allah'a çox şükür. Gələn günümdən, indiyə günümdən Allah'a min şükür çox fərqi var. Allah'tan razı Fərqi nə olun. daha şükür xanım? Fərqi odur ki, əməlli başda eynim açılıb, gözüm biraz ağrılarım gedir. Yavaş-yavaş inşallah. Allah var eləsin, əks eləməsin. Allah sizi evinizdən əks eləməsin, klinikanızdan əks eləməsin. Birə min Allah Taala canınızı sağ eləsin. Çox sağ Var ol. olasınız, sağ olasınız doktor. Sağ ol. şükür. İnşallah ölməsəm. Lazım olan qədər gələcəm də, gedəcəm də. Çox sağ ol. Var ol, biz də Ağdaşa salam göndəririk. Var olasın. Sağ olun, var olun. Sağ olun. Sağ olun, Allah razı olsun sizə. Sağ olun. Minnətdarım, çox Sağ ol razıyam. Şükrü xanım. Çox razıyam. Sağ olun. Davam edirik ki, əziz tamaşaçılarımız. Vüqarı yola saldıq, getdi xanəndəmizi. Bir balaca bir məsələ oldu. Yəni bizdə yox, onun çox vacib bir işi vardı. Məcburi getməli idi. Hə, məcburi getməli idi. Tərtərdən Samirə xanımı salamlayıram. Bizim gözəlimiz, Aşıq Mübarizin sinif yoldaşıdır. Mənə də zəng eləmişdi. Elə? Gəlmişdi. Mən də salamlayıram Samirə xanım. Gəlmişdi ki. Zəng eləmişdi, yox gəlmişdi yanıma. İndi yadıma Bunu danışır. Hə.
Bir gözəl xanımdır, ürəyi böyük, özü böyük. Çox gözəl xanımdır, çox. Mən qəşəng həmişə orada sovqat düzəldir, kənd məhsullarından. Tez-tez denən birdən yadına Yox, doğrudan ev Allah doktor. Bilirəm düzəldir. Yəni elə bir xanımdır, ancaq deyirəm yenə yadına saldın da. Doktor, bu zob xəstəliyi bəşəriyyətimizin bəlasıdır. Doğrudan hər kəsi narahat edir, emin. Hər kəsi narahat edir zob xəstəliyi və çox əlamə. Adam var arıqladır, adam var əsəb verir, adam var stres verir, nə bilim, adam var boğulmalar verir. Yəni, çox adam bilmir ki, zobun təbii üsullarla çox normal müalicəsi var. Seyfəddin doktorun klinikasında. İllərdir doktor bu, məsələn, migrendir, çox gözəl, effektiv nəticə alır migren xəstəliyinin müalicə. Baş ağrılarıdır, yuxusuzluqdur, cinsi zəiflikdir, cinsi həvəssizlikdir. Bunların hamısını təbii üsullarla, mən məsələn şahidiyəm orada gedəndə klinikada görmüşəm bəyləri, xanımları və soruşmuşam da, bizdə video materiallar da var sübut üçün. Hamısı deyiblər ki, Samir çox yaxşı, effektiv təsir göstərir. Zobdan başlayaq, doktor. Zobun müalicəsi effektiv təsiri olurmu? Yəni, tam təbii üsullarla müalicəsi, onu kəstirmədən, bıçaq vurdurmadan, müalicənin nəticələri necə olur? Samir bəy, çox sual gələn çox aktual və müasir sualına görə ən azı birini siz bilirsiniz ki, zobun Doktor Seyfəddin klinikasında təbii üsullarla müalicə olunan gözəl qızımız Samirə xanımın baldızı idi, eləmi? Sənin qohumun. Onun ən azı birini... Batının baldızı ölürdü. Və onun şahidi sizsiniz. Sağaltdı doktor, sağ olsun. Yəni təbii yollarla, qurbağa ilə. Yəni o elə bir insanlar bu 100 illərlə sınaqdan keçmiş bir üsuldur. Zob xəstəliklərin bütün növlərində, yəni istər düyünlü zob olsun, istər difüz toksik zəhəri zob olsun, Haşamito xəstəliyi olsun. Bütün növ xəstəliklərdə qurbağa ilə müalicə çox gözəl effekt verir Samir. Birinci gündən çox düzgün dedin. Elə növləri var ki, kəskin arıqlama verir. Məsələn, difüz toksik zobda ürək döyünmə verir, əsmə verir, əllər əsir, yuxu pozulur, saçı tökülür, dəri quruyur. Elə növdə var ki, piylənir, kökəlir, halsızlıq yaranır, qəbizlik yaranır, kövrəklik yaranır. Yəni, belə fərqli bir şeylər var. Eləsi də var ki, deyir, yatanda boğuluram. Uzanıb arxa üstə yatanmıram. Bəzən görürsən, düyünlü zobda böyük olur, boğulma verir və yaxud ki, boğazın kosmetik özəlliyini pozur. Yəni, bütün növ zob xəstələrinin Doktor Seyfəddin klinikasında təbii üsullarla müalicə edirik, təbii ki. Çox sağ ol, Emin bəy, bu da təzə metod. Hər yerdə gördüyümüz. Və təbii ki, bundan başqa da zob xəstəliklərinin müalicəsində, təbii ki, məsələn, endemik zobda orada mütləq aydınlaşmalıdır, yod necədir. Bəzən insanlar səhv düşürlər. Yod çox olan yerdə yodlu qida qəbul etmək olmaz. Yod çatmayan yerdə yodlu qida qəbul etmək lazımdır. Dəniz havasını da nəfəs almaq lazımdır ki, tərkibində yod var. Yəni, bunları bir-birindən mütləq seçmək lazımdır. Bir sözlə konkret olaraq müalicəsi Seyfəddin klinikasına var. Bərdədən zəngimiz var. Alo. Alo. Bəli. Kimdən danışırıq? Hardan zəng vurmuşsunuz? Bərdə rayonundan. Adınız nədir? Neçə yaşınız var? Adım Ziyaddır. 68 yaşım var. Zəng vuranların hamısı 60 üstüdür yaşları. Ziyad müəllim, nə idi probleminiz? Problemim odur ki, mən əvvəllər 5-6 il bundan qabaq stent qoydumuşam. Hal-hazırda başımda gürültü var. Ondan boynumun arxasında ağrılar var. Həkimə məsləhət edirəm. Bir də mənim nəvəm var, onun qolları səpşik tökür, sulanır, qaşınır. Həkimə aparmışıq, maz yazıqdır, maz da effekt vermir. Deyən, bir dəqiqə o sualı mən də verəcəyim doktora. Ləkə olur belə bədənində. Sızaq deyir. Bədənində yoxdur, qolunda... Nədir, ləkədir yoxsa sızaqdır? Sızaq kimi olur, sulanır, böyüyür.
böyüyür. Neçə yaş var uşağın? Şu an 14. Bir yerdə olur, yoxsa bir neçə yerə yayılır? Qolunda, iki qolunda olur, bir de sıfatında tek var. Tamam, təşəkkür edirik. Doktor, sualımıza cavab verir. Mənim də sizə bir sualım var, yaxşı. Samir bəy, onu mütləq mənada cavab vermək mümkün deyil. Müayinə olmadan, bir də gözlə görmədən ki, səhv eləyə bilərik. Ancaq təbii ki, mütləq görülməlidir. Bəzən həmin yerdən əkilmə götürür ki, hansısa bir nə olar, streptokok olar, stafilokok olar, bəzən qızılı stafilokok da verə bilir. Yəni, mütləq müayinə olunmalıdır. Müayinə olunmadan ona cavab versəm, səhv eləərəm, onu gətirsin, baxım, kömək elərim Allahın köməyinə. Doktor, mənim deməli bacımın qızında dünən mənə deyirdilər ki, bəs şək həkimə, dedim, qoy Seyfəddin doktor gəlsin, burada yoxdur, deyim ona. Bacımın balaca qızında da bir 14-15 yaşı var. Doktor, bir də görürsən ki, arıq da arıq olmağına göz. Görmüşəm də, qəşək gözəl qızım. Bax, boğazının burasında belə ləkələr yaranır. Belə tünd, açıq kofe rəngidə, belə açıq. Burada yaranır. Sonra üzündə də yarandı. Sonra qolunda da, sonra bədəninin bir-iki yerində gedir, təzdən qayıdır. Belə deyiblər ki, amma mən onu əsaslandırmıram, çünki mənim sizin illərdir sizin kimi həkimlə burada həm söhbət, həm də. Bizim evimizdə bizim balaca itimiz var. Əgər bu deyiblər ki, heyvandan keçə bilir filan 5 məkan, əgər heyvandan keçirdirsə, bu heyvan elə balacalığından bizdə də 3 il, 4 il, bizdə də o vaxtdan bu vaxta keçərdi. Hamımıza keçər əslində. Niyə ona keçib? Daha çox da elə balacalığından onun yanında olub heyvan. Keçirdisə, niyə öncədən keçmirdi? İndi gəlib keçib. Məsələn, belə deyiblər. Düzdür, həkim deməyib, belə qıraqda soruşublar o həkimdən buradan, oradan. Sonra maz vururlar, keçir, gedir. Bir də təzədən qayıdır, gəlir. Məsələn, nədən ola bilər? Şifahi məlumatımızdan vaxtdır onu... Samir bəy, onu bir mənalı deməyim çətindir, mümkün deyil elə, nədən ola bilər. Mütləq görməliyəm yenə də. Uşağı görməlisiniz? Uşağı görməliyəm mütləq. Burada bəzən... Nədən şübhələnirsiniz? Təxminən Pullu Dəmirovdan şübhələnirəm. Pullu Dəmirovdan? Hə. Çünki maz vurursunuz, gedir, sonra yenə mələ gəlir. Ona görə Pullu Dəmirovdan şübhələnirəm. Ancaq görən kim bilər? Görən kim biləcəksiniz? Bilərəm. Tamam, yaxşı. Onda gələn ikinci gün gətirərəm bura. Heç problem yox. Şifahi məlumatımızı izləyək, davam edəcəyik. Sponsorumuz Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Həzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Davam edirik, əziz tamaşaçılarımız. Orxan, nə qədər vaxtımız qalıb? Bu nə danışır? Vay, nə iman tez qutardıq? Qutarmaz. Valla bir dəqiqəmiz qalıbdır, doktor. Buyurun, təşəkkürlərinizi edin, o məşhur təşəkkürlərinizi. İçində Yaqub Mehdoğlu var, kokteyldir də, Gülafət var, İlqar var, sonra yadımda qalanlar kimdir? Siz deməyin, mən deyim. Sədaqət var, sonra İlqar Balıcanov var, sonra Çimnaz doktor var, Topuzdan. Halal olsun. Hamısının adı yadımda qalın. Valla o işte tutuquşu kimi o qədər demişəm ki, beyninə yazılıb. Mən doğrudan da bir gün də yenə paylaşımlar eləyib bizim proqramı yaydıqlarına görə. Salyanı Şoğsulu kəndindən dəyərli qardaşım Yaqub Mehdoğlu, Mehdiyevə təşəkkür edirəm. Yozqatdan Gülafət bacıma təşəkkür edirəm. Zərdabdan mənim fanatım
Vüqar bəyə təşəkkür edirəm. Gecə narahat doktor, hardasan, gəldin, paylaşaq mı? Tovuzdan Çimnaz doktora təşəkkür edirəm. Marnavdan Ramilə xanıma təşəkkür edirəm, dəyərli dostuma, qızıma. Sonra Şamil Balcanova Kıstafadan, İlqar Əsadova Volqaqraddan təşəkkür edirəm. Nara xanıma təşəkkür edirəm, Oksana xanıma təşəkkür edirəm. Aysu xanıma təşəkkür edirəm və Samir bəy, hamıdan çox sağ təşəkkür edirəm. Və bu gözəl kollektivimizə, gəncliyə, tam səmimi proqramın gözəl kollektivinə təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Çox sağ olun, darıxmışdıq sizin üçün. Əsas odur ki, xəstələrimiz bildi ki, gəlmişəm. Məni öldürürlər xaricdə. Doktor buradadır, artıq buradadır. Baş ağrısından azad eləyəcəm insanları. Sən bilirsən ki, miqreni müalicəsi bizdədir. İnşallah kömək. Yeni məlhəmlərlə, Qırğızıstandan, Türkiyədən, yeni məcunlarla, tam təbii üsullarla olan müalicələrlə doktor məcunumuz da gəlib. Və o məşhur məcun var idi ki, immuniteti gücləndirir, cinsi həvəsi artırır. Nənə-baba üsulu, o məcunumuz da artıq gəlibdir, var. Doktor, təşəkkür edirəm sizə. Biz reklamlara ayrılırıq. Reklamlardan sonra mən buradayam. Doktor yox. Belədir, tamaşaçılarımız Seyfəddin doktor da getdi. Mən burada tək qalmaq məcburiyyətindəyəm, yoxsa? Yox. Mən də gedim. Çünki sabahları burada bir çalçağır olacaq. Sabahları kimlər gələcək? Kimlər? Deyim kimlər gələcək sabah, yoxsa deməyim? Qoy sürpriz olsun, yaxşı. Amma 3 ifaçı qonağımız olacaq sabah studiyamızda. Sabaha qədər.